Herkese salam. Aldığımız məhsulların istehsal tarixlərinə mütləq diqqət etmək lazımdır. Eyni məhsulda niyə 2 dənə fərqli tarix olur? Məsələn, nümunəni yoğurtdan yaxud da süd məhsullarından götürsək, konservatlardan götürsək, eyni məhsuldur, amma birində var 2 ay tarix, birində var 4 ay, eləsi var 1 ay istehsal tarixi var. İstehsal müddəti var. Bunun səbəblərini danışmaq istəyirəm. Məsələ budur, istehsal texnologiyası və emal prosesi. Bəzi firmalar, şirkətlər yüksək temperaturda, məsələn süd məhsullarından danışsaq, 135-150 dərəcə Selsi temperaturda, hətta qaynamadan artıq, qızdıraraq bakteriyaları tam məhv edir. Bu da onun raf müddətinin, yəni istehsal müddətinin uzun olmasına şərait yaradır. Digər firmalar xərclərin az olması səbəbindən, az minimum endirmək məqsədi ilə 60-98 dərəcə Selsidə qızdırır ki, bu da bakteriyaların az miqdarda məhv olmasına səbəb olur. Nəticədə ömrü daha qısa olur. Konservantların və yaxud da stabilizatorların miqdarı. Stabilizator dedikdə burada nə nəzərdə tutulur? Kalium sorbat, natrium və yaxud da qalınlaşdırıcılar. Amma digər bəzi şirkətlər var ki, ekoloji yönümlüdür. Təbii məhsul, daha təbii məhsul ixrac istehsalı üzrə ixtisaslaşmaq istədiyi üçün burada konservantlardan maksimum az istifadə edir ki, nəticədə istehsal ömrü qısa olur, amma keyfiyyəti yaxşı. Qablaşdırma texnologiyası, qablaşdırma zamanı əgər metaldan və yaxud da vakuumlu havadan istifadə çox olarsa, bu daha uzun müddətli olur. Amma digərləri kağız materialdan yaxud da adi plastiklərdən istifadə edərsə, bu istehsal müddətinin qısa olmasına səbəb olur. Bir də məhsulların tərkibindəki yağlılıq və yaxud da laktoza miqdarı. Yağlılıq nə qədər qatı olarsa, çox olarsa, bir o qədər məhsul uzun ömürlü olur. Çünki yağlar bakteriyaların əmələ gəlməsinin qarşısını alır.